Azərbaycan cəmiyyətinin ən çox əziyyət çəkdiyi, bilirsiniz də, bu günləri kimdən soruşursan deyir ki, mənə cavab eləyiblər, kimdən soruşursan deyir ki, mənə bədnəzər deyib, kimdən soruşursan deyir ki, evimdə gözümə nələrsə görsənir, qara qüvvələri görürəm, nəsə hiss elədim, tez durur, nə ruhaninin yanına gedir, nə bilənin yanına gedir, nə Quran əhlinin yanına gedir, gedir tez, ya cadükar tapır özünə, ya cindar tapır özünə, ona öz dərdini danışır. Bəziləri də bu cəhətdən avam müsəlmanları, bilməyən müsəlmanları alırlar. Amma mən sizə bir dənə yol deyəcəyəm. O yol deyir, istəyirsinizsə əgər evinizdən o qara qüvvələri uzaqlaşdırasınız, bəzən gedirsən kiminsə yanına deyir ki, get, bir dənə sirkə al, o sirkəyə belə şeyləri oxuyub başda evə səpməyə. Bizə bir dənə tövsiyə verir ki, o tövsiyə bizim ata-babalarımız, mən bu sözü deyəcəyəm, siz təsdiq eləyəcəksiniz. Ata-babalarımız ömür boyu bu şey eləyiblər və faydasını da görüblər. Buyurur ki, əgər istəyirsiniz evinizdən qara qüvvələr getsin, əgər istəyirsinizsə evinizdən şeytana və iblisə allanmış o kafir cinlər uzaqlaşsın, qurbanı öz həyatınızda kəsin. Çünki qurban sizin öz həyatınızda kəsilsə, onun o qanının axmağı ilə evdən bütün ağırlıq gedər. Yəni, o qədər əhəmiyyətli bir şeydir. İnsanın öz həyatında qurban kəsdirməsi. İndi şəraiti olmayanlar danışmıram, amma şəraiti olanlar qurban kəsərkən bu şeyə diqqət etsinlər. Gözəl bir qurban seçsinlər, gətirsinlər, öz övladlarının, öz ailələrinin yanında o qurbanı kəssinlər.